Herkese salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Gecikmiş video ilə qarşınızdayım. Artıq 20 gündən çoxdur ki, Azərbaycandayam. Azərbaycana gəldiyimdən 2 gün sonra çox pis xəstələndik. Səsim biraz düzəldikdən sonra videomu səsləndirməyə başladım. Azərbaycana gəlməmişdən bir neçə gün öncə Adanaya getdik. Mən orada olduqda Kasım ayı endirimləri başlamışdı. Bir çox marketlərdə, mağazalarda endirimlər var idi. Instagramda tapdığım mağazaya getmişdim. Burada bir çox məhsullar bizim pulla münasib qiymətədir. İldə bir dəfə Kasım ayında mağazalarda böyük endirimlər olur. Və fincanları hər biri bir-birindən gözəl idi. Sadəcə tərəddüd etdim ki, yolda gələndə sınar. Bu qabları isə almamaq mümkün değildi. Çox gözəl idi və münasib qiymətə idi. Uşaq paltarlarında da çox böyük endirimlər vardı. Bir çox mağazanı gəzdim. Ən sonunda bu gördüyünüz qurtqanı çox münasib qiymətə aldım. İçi yumşaq, materialı çox gözəldir. Hazırda bu qurtqa balacım oğlum üçün böyükdür. Amma gələnin üstünə tam olacaq. Hər küçədə bu cür kofe üyüdülür. Yolumuz Adanaya düşmüşkən Adana yeməklərindən də daddıq. Səhər saat 9-da Adanaya gəldik. Hardasa biz qayıdanda axşam saat 7 olardı. Adana çarşısının hər tərəfini gəzə bilməsəm də bir çox yerlərini gəzib və gördüm. Adanada diqqətimi çəkən bir çox şeylərdən biri də yanacaq doldurma məntəqəsində qadınların işləməsi. Hətta siz burada qadınların marşrut və tır maşınlarını idarə etməsini görə bilərsiniz. Bir daha əmin oldum ki, qadın istəsə hər bir şey edə bilər. Qadın güclü və bacarıqlıdır. Evə gəldikdə Trendyol bağlamalarım da gəlmişdi. 3 Kasım endirimindən mən də yararlanıb Trendyoldan bir neçə əşyalar aldım. Avonda parfümlərə endirimlər var idi. Bu endirimlərdən yararlanıb həm özümə, həm də sevdiklərimə hədiyyə aldım. Balaca oğlum da ilk addımlarını Türkiyədə atdı. Onun üçün də ayaqqabı aldım. Bir dəfə geyindirdiyim üçün bu cür görsənir. Qayıdarkən veşlərimin çox olacağını düşünüb bir ədəd çanta aldım. İlk görünüşdə keyfiyyəti yaxşı görünsə də, Şəki avtovağzalına kimi çatdığı anda tikişləri sökülməyə başladı. Əsas odur ki, Şəkiyə kimi çatdırdıq. Dubai şokolatı endirimə düşmüşdü. Mən də endirimdən yararlanmaq istədim. Bir neçə yerdə bunun reklamını görmüşdüm. Mən də düşündüm ki, yəqin çox yaxşı olar. Qablaşdırılması yaxşı idi. Əsas dadı necə olacaq?
İnanın səmimiyyətimə içini bu cür gözləmirdim. Açığı mən o qədər də bəyənmədim. Moyka atlığı üçün də bu cür orqanayzer aldım. Burada saxlama qabları var. Bu saxlama qablarını mən çoxdandır istəyirdim. Sadəcə Azərbaycanda Türkiyədən nisbətən daha bahadır. Burada isə çox gözəl endirimə düşmüşdü. Mən də bu endirimdən yararlanmaq istədim. Böyüklü kiçikli 18 ədəd var. Hər yerdə reklamını gördüyüm Tac markasının qazan dəstləri də endirimə düşmüşdü. Mən də bu endirimdən yararlanmaq istədim. Tavanı əlimə aldığım anda xəyal qırıqlığına uğradım. Qulpu çox boş idi, tərpənirdi. Videoda o qədər də görünmür, qazan dəstləri əyri idi. 2 illik də zəmanəti var. Tac firmasını o qədər tərifləyirdilər ki, heç bu qədər keyfiyyətsiz olacağını düşünmürdüm. Bəlkə də mənə gələn bu cür idi. Geri qaytarmaq üçün şansım olsa da o qədər vaxtım yox idi. Məcbur Azərbaycana gedərkən özümlə apardım əyri olan hissələri əlimizlə nisbətən düzəltdik. Bunlar isə Adana'dan aldığım əşyalardır. Hər birini çox gözəl endirimlə aldım. Bunun isə yolda gələndə kənarı qopdu. Qaldığım yerdə həftədə 2-3 dəfə müxtəlif servislər gəlir. Bəziləri qab-qacaq, bəziləri düyü un, bəziləri isə kofe, lokum, şəkər kimi məhsullar satır. Hər kəs həftənin hansı günü, hansı servisin gəldiyini bilir. Bu servis isə həftənin 3-cü günləri gəlir. Mən də 1-2 şey alıb evə qayıtdım. İlk dəfə idi ki, zeytunun qışa necə tutulduğunu öyrənirdim. Çox gözəl, iri ətli yaşıl zeytunlar alındı. Zeytunlar bir-bir əzilir. Kənarda suya duz əlavə edilib içərisinə yumurta qoyulur. Əgər yumurta suyun üzərində qalırsa, deməli duz miqdarı kifayətdir. Zeytunlar həmin duzlu suda qışa saxlanılır. Yeməzdən əvvəlsə bir neçə dəfə suyunu dəyişib istifadə edirlər. Yəqin ki, fərqli üsullarla hazırlayanlar da var. Mən gördüyüm üsul bu üsul idi. Axşam uşaqları gəzintiyə çıxartmaq üçün parka apardıq. Sabah göz müayinəm var idi və bu müayinə son müayinəm olacaqdı. Əvvəllər gözümdə çox yaxşı irəliləyişlər vardı, lakin dərmanı çıxartdıqdan sonra gözümdəki bulanıqlar daha da çoxalmağa başladı. 2 həftə fasilədən sonra dərmanın dozasını artırmağa yenidən başladıq. Əvvəllər bir həftədən bir dozanı azaldırdıqsa, indi isə 2 həftədən bir dozanı azaldacağıq. 1 il boyunca hər gün bu dərmanları istifadə edəcəyimi dedi. Bu dərmanlar Azərbaycanda yoxdur. Türkiyədən gətirirlər və 2 qat daha baha olur. Biz dərmanların müəyyən hissəsini alıb Azərbaycana aparmağı düşündük və problem yaşamamaq üçün həkim kağızını da aldıq. Təxminən 3 aya yaxın Türkiyədə qaldıq. Qaldığımız yerdən Adana vağzalına 1 saata çatdıq. Adanadan Ankara vağzalına kimi 6 saat yol getdik. Uşaqlar körpə olduğuna görə 6 saat yol getmək bizim üçün çox çətin oldu. Ankara'ya çatdıqdan sonra vağzaldan hava limanına kimi 1 saat yol getdik. Ümumilikdə 8 saat yol getdik.
uçuşumuz 21:10-da idi və 3-4 saat öncədən qeydiyyatlar başlayırdı. Müəyyən səbəblərə görə 2 uşaqla Azərbaycana tək qaydası oldum. 2 az yaşlı uşaq, 3 çiyin çantası, 3 əl çantası ilə necə Azərbaycana qayıdacağımı düşünürdüm. Bu vaxt bizə bir oğlan yaxınlaşdı və yoldaşının Azərbaycanlı olduğunu və Azərbaycana tək gedəcəyini dedi. İlk dəfə idi ki, tək yol gedirdi və çox narahat idi. Hicablı xanım idi və namaz qılarkən o qədər Allaha dua edirdi ki, tək gedəcəm, necə gedəcəyini düşünürdü. Anasının vəziyyəti çox ağır olduğu üçün bir gün öncədən bilet almışdım. Mən də 2 uşaqla 6 və 5 ilə necə gedəcəyimi düşünürdüm. Sanki Allah bizim dualarımızı qəbul edib bizi bir-birimizlə qarşılaşdırmışdı. Bu mənim üçün möcüzə kimi bir şeydir. Sanki o məni, mən də onu axtarırmışam. O mənə kömək etdi, mən də ona kömək etdim. Beləliklə ailələrimiz rahat oldu. Gecə 01:30-da Azərbaycana çatdıq. Çantaları alıb evə çatana kimi saat 3 oldu. Sabahsı günü saat 9-da uşaqları həkimə apardım. Həkimdən çıxdıqdan sonra birbaşa vağzala getdik. Saat 14:00-da Şəki marşrutu yola düşdü və 6 saat yol gəldik. Həmin günü mənim ad günüm idi. Tortu da əvvəlcədən zakaz etmişdim. Tortun görüntüsü kimi dadı da çox gözəl idi. Baldızımın ailəsi də bizim ailə ilə birlikdə qeyd etdik. Sabahsı gün isə qoyun kəsildi. Qazanlar qaynadı və məni görməyə 40 nəfərdən çox insan gəlmişdi. Açığı bu qədər insanın gələcəyini gözləmirdim. Gələn ayaqları var olsun və hər kəsə təşəkkür edirəm ki, bugünkü gündə də mənim yanımda oldular və mənə dəstək oldular. Videonun sona kimi izlədiyinizə görə təşəkkür edirəm. Kanalıma dəstək üçün abunə olmağı, fikrinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın.